İlham Aliyev. Cənab Əliyev, biz hazırıq və sizi əmin edə bilərik ki, bizim üçün nəticə bəllidir. Bugün də taleyiniz 1994-cü ildə olduğu kimi olacaq. Sənin hünəri varsa tanısın dırnaqarası Dağlıq Qarabağ Respublikası. Bax, mən deyirəm, Ermənistan hakimiyyəti, tanıyın onları. Bugün tanıyın. Tanımırsınızsa, deməli qorxursunuz. Quldur, kriminal rejimlə heç bir danışıqlar aparılmayacaq. 7 şərtin qarşısına mən bir şərt qoyuram. Bir şərt. Erməni silahlı qüvvələri bütün işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan vətəndaşları öz doğma, dədə-baba torpaqlarına qayıtmalıdırlar. Budur mənim şərtim və məsləhət görürəm ki, bu şərti onlar qəbul etsin. Və bütün qalan şərtləri də biz rədd edirik. O kağızı da zibil vedrəsinə atırıq.